Salam əziz tələbələr. Məntiq dərs 2-nin izahı ilə işimizə davam edək. İlk sual. Biz görürük ki, kene sözünün ikinci və sonuncu hərfləri eynidir. Başqa elə bir söz yoxdur ki, ikinci və sonuncu hərfləri eyni olsun. Və biz görürük ki, bu kene sözü 7262-yə uyğundur. Onda E hərfi bizdə 2-dir. Onda ekin sözü 2 ilə başlamalıdır. 2 ilə də başlayan cavab D bəndi. Növbəti. Fikir verin, şaka, taka və caka. Bunlar üçü eynidir. Ancaq şato ayrıdır, ateş də ayrıdır. 3 dənə eyni olandan, 3 dənə eyni olandan. Biz təyin edirik ki, A1-dir. A1-dir. A1-dirsə, digər tərəfdən bu şılar ikisi də eynidir. 2 dənə eyni başlayan olmalıdır bizdə. 2 dənə 4 ilə başlayan var. Şakada da 2 dənə 1 olmalıdır. Deməli, cavab C bəndi. Növbətiyə baxaq. Artı sözünü işləyir. 2 dənə E var, 3 dənə A var. Bizdə də 3 dənə 9 var. Deməli, A 9-dur. 2 dənə R var, 2 dənə T var, 1 dənə K var. K təkdir. Ekeri tapa biləcəyik biz. Çünki təkdir o. 2 dənə 3 var. Bu təkdir yanıb. Deməli, eker sözü budur. Bu eker sözüdür. Onda bizim cavabımız, bunu tapdıq, ekerdir. R-mızı tapdıq ki, 2-dir. R-mız 2-dir. Digər tərəfdən A-nı da tapmışdıq ki, 9-dur. Bu 92 ilə başlayacaq. B bəndi. Növbətidə tam sözündə 2 dənə A var. Emmi sözündə də 2 dənə M var. Buradan belə deyək. A ilə başlayan yoxdur, amma M ilə başlayan var. Onda biz görürük 2 dənə 2 var, 2 dənə 0 ilə, 2 dənə 0 var. 0 ilə başlayan yoxdur, amma 2 ilə başlayan var. Yəni, bu belə çıxır ki, bu emmi sözüdür. Bu isə miras sözüdür. Onda E bizdə 3-dür, R bizdə 7-dir. Onda kert axtardığımız B bəndidir. Növbətidə 2 dənə I ilə başlayanımız var, 2 dənə A ilə başlayanımız var, E ilə başlayan bir dənədir. 2A, 2I, 2 dənə 6, 2 dənə 7. Deməli, eli budur. Elini tapdıq. Burada artıq li 86 olmalıdır. 86 olan bir dənə alidə deməli budur da. 6 nömrəli misal. Deməli, 3 dənə ya ilə başlayan var. 2 dənə də K ilə başlayanımız var. Buradan tutacağıq. Ona görə də, baxaq, 3 dənə yadan 3 dənə 49-umuz var. Yəni, ya 49-dur, bu dəqiq. Onda K da 59-dur. K da 59-dur. Növbətdə ya yallar var, yarlar var. Amma katı bir dənədir. 2 dənə L var 3-cü hərfdə. 2 dənə R var. 2 dənə 8 var, 2 dənə 2 var. Bu söz katıdır. Bu söz katıdır. Təkdir yəni. T-dan bir dənədir. Katını tapdıq. Bildik ki, bu katıdır. Bu getdi. Obri kaleni də tapdıq. Deməli, obri də kaledir. Bu da getdi. Sadəcə L-nı bildik ki, L 8-dir. Deməli, bizdə yal sözü 498 ilə başlamalıdır. 498 ilə də başlayan bir dənədir. Növbəti də keldir, yeldir. Bunlar el ilə qutarır. 2 dənə eyni qutaran olmalıdır. Bunu ilə budur. Bu axırı 68-dir. El 68-dir, L 8-dir. L 8-də kal da biz tapa bilərik. Bu kal ya da kal bu 598-dir. K'mız da 5-dir. Deməli, kel olacaq 568 yevə. Növbəti də qaradır, masadır, maladır. Ümumiyyətlə, axırı A ilə qutaranlar biz görürük ki, 3 dənə A var. Daha doğrusu 4 dənə A qutaran var. Kaleni avtomatik tapırıq. A ilə qutarmayan budur.
Bu kaledir. Ardınca K'nı tapdıq ki biz 2'dir. 2 ilə başlayan onda bu karadır. Karanı da tapdıq. Kara da çıxdı variant kimi bizdən. Karanı tapandan sonra kaleni də tapandan L 5'li deyənə malanı da tapdıq. 5 olan budur. Bu maladır. Onda bu masada da 79 ilə başlamalıdır. Amma düz deməli tapılmadı burada bircəsəmi. 2 dənə bizdən ma ilə başlayan var. Aha. Bunu düzəldək. 2 dənə ma ilə başlayan var. Bu 43'lər bulardır. Onda bu 79'dan yox 43'dən başlayacaq. Sadəcə L hərfimizi biz tapmışıq 5'dir. 5 budursa bu mala budur. Onda masada bu qalacaq. Növbəti də bizdə M ilə bitənlər 4 dənə M ilə bitən var. 4 dənə də bizdə 5 ilə bitən var. Deməli bu misra budur. Mısra budur. M-nı tapdıq 5'dir. A-nı tapdıq 2'dir. S-nı tapdıq 3'dür. 3 ilə başlayıb 25 ilə qutaran bizdə bir dənədir. Sonra hamısı A ilə bitir. Deməli A 4'dür. Bu heç. Onda kaba və sopa bunlardan tutaq. Bizdə pota bir dənədir. 2 dənə S ilə başlayan var. 2 dənə K ilə başlayan var. Bir dənə P ilə başlayan var. Bu pota budur. Bu potadır. Buradan da P-nı tapırıq 3'dür. Onda kupa 34 ilə bitməlidir. Digər tərəfdən deməli biz neyi tapdıq? Potanı tapdıq. P bizdə var, T da var. T təkrarı heç yerdə yoxdur. Bir dənə P-nın təkrarı var. Yaxşı, potanı tapmışıq. Axırı kaba və sapada. Kupanı da tapa biləcəyik. Necə tapa biləcəyik? 2 dənə A-mız var. 2 dənə O-muz var. U bir dənədir. İkinci hərfi tək olanı tapmalıyıq. 2 dənə 4'ümüz var. 2 dənə 6'mız var. S bəndisi təkdir. Vəssalam. 11. Deməli bunların hamısı onsuz da ak ilə qutarır. Yəni ak burada 21'dir. Onda bu kapakda da bu da olmalıdır 12. 12 21 elə bir dənədir D bəndi. Növbətidə axırı M ilə qutaran, hətta L ilə qutaran 2 dənəsi var ki, axırıncı sözlərə eyni olmalıdır. 4 hərfin 4'ə eyni olmalıdır. L deməli bu 4'lük. 7 1. Deməli bunu bildik ki, bu L-dir. L-dirsə burada eyni bildik 1'dir, M-nı bildik 6'dır. Keramətdə də 61 olmalıdır. Aha, axırda et ilə qutarmalı, T ilə qutaranlar. 2 dənə E ilə qutaran var, 2 dənə də eyni 4 ilə qutaran var. T 4'dür. Deməli bunun axırı 614 ilə qutarmalıdır C bəndi. Növbəti də O'lar hamıda 2'dir, bu heç. Baxırıq 2 dənə T ilə başlayan var. Təkcə T ilə başlayan 2 dənədir. 2 dənə də 1 ilə başlayan var. Deməli bu T budur. T budur, 1'dir. İndi 3 dənə də P ilə qutaran var. 3 dənə də P ilə qutaran var. 3 dənə də 3 ilə qutaran var. Bu top budur. Bu topdursa deməli o biri topdur. Bizə top lazım idi. 14'də deməli bizdən misal nədən ibarətdir? Tefdir, üyedir, fendir, ütü, oto. Neyniyək? Ü'dən 2 dənədir. Öndə də 5'dən 2 dənədir. Deməli bu 5'dən 2 dənədir. Ütü budur. Üye də budur. Bu 8'dir. Bu 6'dır. 68 ilə budur. 15 nömrəli misal. Dil, çin 2 dənə axırında orta hərfi eyni olan. 2 dənə orta hərfi eyni olan. Bunlardan biri dildir, biri çindir. Deməli I 6'dır. Buradakı I 6'dır. M ilə bitən də bizdə 2 dənədir. 5 ilə bitən də 2 dənədir. Deməli M 5'dir. Bu çimdir.
Bu dildir. Bu da damdır. Artıq əksəriyyətini tapdıq. Bizdə qaldı L7-dir deyənə. Bu loşdur. Budur deməli. 16 nömrəli misal. Deməli, axırı L ilə qutaran 2 dənə var. Bu L-dır. L yəni 2-dir. Digər tərəfdən L ilə qutaranların S ilə başlayıb S ilə qutaranı var. Məsələn, 5 ilə başlayıb 5 ilə qutaran yoxdur. Amma 9 ilə başlayıb 9 ilə qutaran var. Bu deməkdir ki, 9 S-dır. Bizə isə bal lazımdır. Orada S hərfi olmamalıdır. Növbətidə ikinci hərfi ikisində A-dır, ikisində E-dir. Bir dənə R təkdir. Arx sözünü tapmaq olar. 2 dənə 3 var, 2 dənə 4 var. Bu arx budur. K 7-dir. Onda kap da 7 ilə başlamalıdır. S. 8-də axırı az var. 2 dənə av var. 2 dənə av var. Av 2 dənədir. Onda belə çıxır ki, 2 dənə 32 var. A-V tapıldı. Bu ikisi avdır. A bizdə 3-dür. Onda A-ni də budur. Növbətidə 2 dənə K var. K-nı dərhal tapa biləcəyik. 2 dənə 2 ilə başlayan var. 2 dənə 2 ilə başlayan var. Çox gözəl. Bu kasadır. Kurs tonda olacaq elə. B bəndi. Növbəti axırı M ilə qutaran 2 dənədir burada. 2 dənə M ilə qutaran var. Axırı 2 dənə 1 ilə qutaran var. M 1-dir. Bu imləri də tapdıq. Hətta i də 5-dir. i 5-dirsə, dinardakı ikinci hərf 5 olmalıdır. İkinci hərfi 5 olanda bir dənə budur. Növbətidə hamısının axırı met, let, bir dənə ret var. Ret təkdir. Deməli, 743-də 2 dənədir. 143-də 2 dənədir. Ret budur. Növbətidə 2 dənə K var, 2 dənə S var. Fes bir dənədir. Deməli, əvvəlinci hərfə baxaq. 2 dənə 5 var, 2 dənə 9 var. Fes budur. Fes budursa, burada da olmalıdır 54. 54 ilə başlayanda bizdə elə bir dənədir. Seridə tapdıq. Növbətidə Markiz Derzin bizdən Markizi soruşur. Deməli, biraz pis düşüb, amma neyniyək? 2 dənə ma'mız var. Başqası yoxdur da. 2 dənə eyni olan. Mar. Mar bulardır. Mar budur. Bunu bildik. Bu mardır. 123. 1, 2, 3. İndi ardınca biri Markiz, biri Mardindir. İ'ni də hətta tuta bildik. İ də 5'dir. İ'ni 5 tutandan sonra bunun axırı 2, 3 dənə n ilə qutaranımız var. 3 dənə n ilə, 3 dənə də 6 ilə qutaranımız var. Deməli, bu Mardindir. Markiz də budur axtardığımız. Növbəti bizdən cübbəni istəyir. Axırı E ilə qutaran 3 dənədir. 3 dənə də 7 ilə qutaran var. E 7-dir. Bu heç. Ardınca deməli, E-ni 7 tutduq. Birinci hərfi T olan 2 dənə olmalıdır. T da 2-dir. Biri takkedir, biri tekkedir. Onda tekkedə bu tekke gedəcək. Tekke hərf sırasına görə. Bu da takke gedəcək. Takkeni də tapdıq, tekkeni də tapdıq. Onda bizdə takke tekke tapıldı. K'mız hazır. K'mız bizim 3'dür. Onda K'mız 3'dürsə küllü budur. Bu küllüdür. L 0'dır. Küllünü də tapdıq. Biri cübbedir, biri hoppadır.
Bizdə A-nı bilirik 1-dir. Hoppa da 1 ilə qurtarmalıdır. Bu da hoppadır. C də getdi. Cavab Y bəndi. Və sonuncu üssü, kümə, esir, tren, mert. Burada bizdə üssünün birinci və axırıncı hərfləri eyni olmalıdır. Bir dənə hərf belə bir şey bizdə buradadır. Üssü. Üssünü tapdıq. Kümənin deməli burada 4 dayanmalıdır. İkinci hərfi də 4 olan bizdə bir dənə Y bəndidir. Uğurlar uşaqlar.